Bağa, min bir dərdim dərmadı, zob xəstəliyin tamamilə aradan qaldırır da, qurbağa. Bronxial asma. Bronxial asmadır, sonra massapatik düyünlərdir xanımlarda, süd vəznində düyünlər olur. Məsəl üçün, o düyünləri əridir, qurbağa. Yuxusuzluqdur. Yuxusuzluq, bunlar aradan qaldırır. Sağalmayan yaralardır. Gəldik ilana. İlanın zəhəri, yəni Revmatizmdir, möhtəşəm. həm də çox bahadır da. Bahadır. Azərbaycanda da deyəsən haçansa ilanları saxlamaq üçün var idi. Zirədə deyəsən fabrik olub, hə? Yəni, Zirədə fabrika var idi. Ondan başqa da ilanın qabığından, ilanın özünün dəmləməsindən müxtəlif xəstələrdə istifadə olunur. Hətta yeyirlər onun ətini. Və ən əsas o deyil. Ən əsas odur ki, tək o da deyil. Yəni, insanlarımızın istifadə etdiyi, insanlara kömək edən canlılar onun böyrünə, bilirsən də, böyrünə qoşursan zəlini, arını,